Qədim bir kitabda verilmiş xəbər. İranda bir həkim varmış mötəbər. Ümidi yox ikən onun sabaha. Belə bir sipariş göndərdi şaha. Onun üzüyünü böyük hökmdar ən müdrik adama versin yadigar. Qibləyə aləm sağ olsun, sizə həkimdən məktub var. Şah bu vəsiyyəti icra edərkən ehtiyat edirdi divanələrdən. Çünki hər dövlətli kasıb hər qəda özünü ən müdrik bilir dünyada. Nəhayət hamını çağırtdı şah. Onları mətləbdən eylədi agah. Məmləkətdə nə qədər söz sahibi olan insanlar varsa, hamısını saraya topla. Baş üstə hökmdar. 3 suala istərəm cavab. Kim daha düz desə, olsun intiqam. Əvvəl ən xeyri nədir müxtəsər? Qızıl, gümüş, zər, xərac, alver, rəvac. Uzaqdır bunlar istəkdən. Hər şeydən xeyirli hünər. Hünərsiz heç bir şey olmaz müyəssər. Dünyada hər şeydən yaxşı deyilmə. Şahın razılığı, şadlıq firavan. Hər şeydən yaxşıdır yaxşılıq özü. Çünki yaxşı sifət olarsa səndə, afərin söyləyər dost da düşmən də. Ən lazımlı nədir insana? Ən lazımlı şeydir həqiqət. Həqiqət olmasa olmaz intizam. Dünya həqiqətlə dolanır müdam. Əmr edirəm saraydan getmə. Hər işdə səndən məsləhət alacağam. Nəhayət oldu o şahın vəziri. Ölkəni düzəltdi onun tədbiri. Nə yaxşı olardı hər ölkədə ah. Olaydı belə bir vəzir ilə şah.